cümlədə təyin olmaz. Bu bəzi hallarda müstəqil də işlənə bilir. Yəni, mənsubiyyət olmadan da işlənə bilir. Və uşaqlar daha çox bunu feili bağlama ilə qarışdırırlar. Bunu indi mən sizə deyim, feili bağlamada yenə xatırladacağım. Deyirəm ki, bəli, oxuduqdan sonra kitabı örtdü. Nə zaman örtdü? Oxuduqdan sonra. Baxın uşaqlar, buradakı dıqda hissəsinə nəzər verəndə adamı çaşdırır. Amma bu feili sifətdir. Baxın, bu feili sifətdir. Bununla qarşılaşacaqsınız xeyli. Feili bağlamada belə bundan çaşdırıcı suallar salırlar. Feili bağlamadan sonra bu qrammatik ünsürlər gəlmir. Yəni, qrammatik şəkilçi, qoşma işlənə bilməz. Bu nə deməkdir? Oxuduğu zamandan sonra yerinə birbaşa oxuduqdan sonra deyirlər. Bu həmən bayaqki dıq feili sifət şəkilçisidir. Bu da birbaşa çıxışlıq şəkilçisidir. Anladıq mı? Möhkəm güldükdən sonra döyüldü. Güldüyü zamandan, güldüyü vaxtdan sonra əvəzinə birbaşa güldükdən sonra deyir. Feili sifət olacaq. Bax, bu yadınızdan çıxmasın. Testdə qarşılaşacaqsınız. Əziz və hörmətli, yuxulu şəkildə dərs dinləyənlər. Yuxusuzda da işlə demir. Bir məsələ bu. İstəyirsəz qeyd eləyin. İstəmirsinizsə yenə qeyd eləyin.